Salam. Bugün müasir dövrün problemi olan rəqəmsal göz yorğunluğundan danışacağıq. Uzun müddət ekrana baxdıqdan sonra gözlərinizdə yorğunluq, quruluq və ya ağrı olur? Əgər cavabınız hədirsə, bilin ki, tək deyilsiniz. Bu vəziyyət astenopiya, yəni rəqəmsal göz yorğunluğudur. Astenopiya sadəcə olaraq gözlərin həddindən artıq istifadə edən, xüsusən də ekranlardan yorulmasıdır. Əsas səbəblər isə hər gün etdiyimiz şeylərdir. Məsələn, ekranlara fasiləsiz baxmaq kimi. Nəticədə bulanı görmə, gözlərdə quruluq, hətta baş və boyun ağrıları yarana bilər. Yaxşı, bəs bu narahatlıqla necə mübarizə aparaq? Gəlin ən effektiv həll yoluna baxaq. Cavab 20-20-20 qaydası. Həm sadədir, həm yadda qalan, həm də çox təsirlidir. Bu məşq göz əzələlərinizi rahatladır və yenidən fokuslayır. Unutmayın, əsas məsələ davamlı olmaqdır. Qələmlə fokuslanma məşqi də əla vasitədir. Bu, fokuslanma əzələlərini gücləndirir. Belə məşqlər əladır, amma uzun müddətli sağlamlıq üçün gündəlik vərdişlər şərtdir. Məsələn, ekranınızın gözünüzdən ən azı 60 sm uzaqda olmasına diqqət edin. Həm də duruş vacibdir. Ekranın yuxarı hissəsi göz səviyyənizdə və ya bir qədər aşağıda olmalıdır. Və ən əsası, gözlərinizi qırpın. Ekranlar göz qırpma refleksini azaldır, bu da quruluğa səbəb olur. Məşqlər və ekran vərdişlərindən əlavə, ümumi sağlamlığınız da gözlərinizə ciddi təsir edir. Məsələn, vitaminlərlə zəngin balanslı bir pəhriz gözlərin funksiyasını birbaşa dəstəkləyir. Bu isə siqaretin təsirini çox aydın göstərir. O, bir çox göz xəstəliyinin əsas səbəbidir. Çöldə olanda gözlərinizi qoruyun. Günəş eynəkləri sadəcə aksesuar deyil, zərərli şüaları bloklayır. Və son olaraq, illik göz müayinələrini əsla unutmayın. Erkən diaqnoz həyati əhəmiyyət daşıyır. Bəs rəqəmsal dünyada gözlərinizi qorumaq üçün bugün edə biləcəyiniz ən kiçik dəyişiklik nə olardı?